Bu dərsimizdə kodlaşdırmadan danışacağıq. Ümumiyyətlə, kompüter yaranandan bu günə kompüterə daxil olan hər bir informasiya kodlaşdırılmış formada daxil olur. İstər biz kompüterə mətnləri yazaq, istər şəkil daxil edək, hətta özümüz rəsm çəkək, video, musiqi daxil edək. Yəni, nəyi daxil etsək də, hər biri kompüterdə koda çevrilir. Çünki kompüter heç bir fərqli formada olan informasiyaları anlaya bilmir. O yalnız ikilik rəqəmləri, yəni 0 və 1-i anlayır. Demək ki, biz kompüterə nəyi daxil etsək, o kompüterin daxilində dərhal 0-a və 1-ə çevriləcək. Yəni, 0 və 1-lər kimi yazılacaq. Hər bir daxil elədiyimiz informasiya. Biz kompüterdə nə yazsaq, neçə simvol yazsaq, kodlara çevrilir. Gəlin kodlardan danışaq. Məsələn, mən 2 rəqəmli bir kod yazıram. Yəni, kodumda yalnız 2 rəqəm istifadə olunacaq. Uzunluğu, yəni 2 rəqəmli bir kod olacaq. Yazıram 0, 0. 2 rəqəmdən ibarət və mən yalnız 0 və 1 istifadə edə bilərəm. Mümkün variantları yazıram. 0, 1 ola bilər burada, 1, 0 ola bilər və 1, 1. Yəni, 4 müxtəlif kod yarada bilirəm. 4 müxtəlif kod yarada bilirəmsə, deməli 4 dənə fərqli simvol istifadə edə bilirəm burada. Simvollarımın sayı 4-dür. Məsələn, deyək ki, 3 rəqəmli kodlar yaratmaq istəyirəm. 0, 0, 0. Bütün mümkün ola biləcək, yəni 0 və 1-lərin yerlərini dəyişərək, bütün mümkün ola biləcək variantları yazıram. 1, 0, 1, 1, 1, 0 və 1, 1, 1. Saysaq 8 müxtəlif kod yarandı burada. 8 müxtəlif kodu deməkdir ki, mən burada 8 dənə fərqli simvolu kodlaşdıra bilirəm. Məsələn, A, B, C, D, Y simvolu, F simvolu, G, H. Məsələn, bu simvollardan ibarət bir əlifba yaradıram. Hər biri də kodlaşanda 3 rəqəmli kodla kodlaşdırılır. 4 rəqəmli kod düşünsəm, 0, 0, 0, 0. Bunu axıra qədər yazmayacağım, zamanımız getməsin. Biraz riyazi bir qanuna uyğunluq var burada. Düşünsək, burada 16 dənə müxtəlif simvola kod vermək olur. Bəs buna hardan gəldik, necə tapa bildik, 16 oldu. Deməli, 2 dənə müxtəlif rəqəmdən istifadə etdikdə, yəni 2 rəqəmli ədəd yazanda 4, 3 rəqəmli ədəd yazanda 8, 4 rəqəmli ədəd, yəni kod yazanda 16 müxtəlif simvol kodlaşdırıldı. Buradan bir qanuna uyğunluq çıxır. 4, 2 üstü 2-yə bərabərdir. 8, 2 üstü 3-ə bərabərdir. 16, 2 üstü 4-ə bərabərdir. Bu əsasda istifadə olunan ikilər 0 və 1-i bildirir. Yəni, burada cəmi 2 fərqli simvol istifadə oluna bilər. Baxın, kodların hər birində yalnız 0 və 1 istifadə olunur. Bu üstündəki 2, 3, 4 isə kodun uzunluğunu bildirir. Yəni, neçə rəqəmli olduğunu. Biz buna kodun uzunluğu da deyə bilərik. Kompüterdə yazılan zaman hər bir 0, hər bir dənəsi yaddaşda bir bit yer tutur. Onda bu 2 dənədir. Deməli, biz buna ümumilikdə yaddaşda 2 bit yer tutur deyə bilirik. Deməli, kodun uzunluğu eyni zamanda informasiya bir simvolun, yəni burada məsələn 4 simvol varsa, onun bir dənəsinin yaddaşdakı həcmini bildirir. Məsələn, 8 dənə simvol varsa, onun bir dənəsi yaddaşda 3 bit yer tutacaq. 16 müxtəlif simvol varsa əlifbamızda, onun bir dənəsi yaddaşda 4 bit yer tutacaq. Onda belə bir düstur çıxarda bilərik buradan, yəni düstur yaranır. Böyük N bərabərdir 2 üstü i düsturu. Bu bizim ən çox istifadə edəcəyimiz düsturdur. Buradakı N əlifbanın gücünü bildirir. Əlifbanın gücü. Güc deyəndə əlifbada olan müxtəlif simvolların sayı nəzərdə tutulur. Bu i bir simvolun həcmini, yəni kodun uzunluğunu, yəni bir simvolun, əlifbada olan bir simvolun həcmini bildirəcək. 2 isə dedik ki, 0 və 1-i bildirir. Yəni, 2 dənə fərqli simvoldan ibarət kodlar yarandığını bildirir. Bu oldu bizim düsturumuz. Bu düsturumuz Hartley düsturu adlanır.
Tutaq ki, bu simvoldan ibarət bir əlifbanı, yəni yalnız 32 simvolluq bir əlifbanı kompüterdə istifadə edirik. Yəni 32 simvoldan başqa heç bir simvol orada istifadə edə bilmərik. Onda bu bizdə böyük N sayılır və burada görəsən hər bir dənəsi yaddaşda nə qədər yer tutur? Bunu 2-nin qüvvətində yazırıq. 2 üstü 5. 2-nin qüvvəti şəklində yazırıq. Deməli, 5 burada kodun uzunluğunu bildirir, yəni kodda olan simvolların sayını bildirir. 5 dənədir. Hər biri yaddaşda 1 bit yer tutur. 5 dənədirsə, deməli, hər bir simvolum yaddaşda 5 bit yer tutacaq. Buna uyğun məsələləri necə edirik bəs? Məsələlərdə belə düşə bilər ki, tutaq ki, 20 simvolluq əlifba var. Əlifba deyəndə böyük N nəzərdə tutulur. 20 simvolluq əlifba var. Bu əlifbanın hər bir simvolu yaddaşda nə qədər yer tutur? Biz tapırıq 20-ni, yəni 20-ni nəyin arasında yerləşir? 16 və 32-nin, yəni 2-nin qüvvətlərinin 16 ilə 32-nin arasında yerləşir. Biz 32-ni götürəcəyik. Niyə? Çünki 20 dənə müxtəlif kod yaratmalıyam. Əgər 16 olsa, onda maksimum 16 müxtəlif kod yarada bilərəm ki, 4 simvolum kodsuz qalacaq. Yəni 20 dənə simvolun içindən 4-ü kodsuz yaranacaq. Ona görə böyüyü götürürük ki, maksimum dərəcədə kod yaradıla bilsin. Heç olmasa 20-sinə kod çata bilsin. 32-yə yaxınlaşdırıq və bu da 2 üstü 5, deməli hər biri yaddaşda 5 bit yer tutacaq. Misallarımız necə olur? Məsəl üçün, sual düşür. Məsəl üçün, elə ana sözü yazıram. Ana 3 simvoldan ibarətdir və bizə deyilir ki, burada əlifbanın gücü 8-dir. Güc deyirsə, böyük N-nı verib 8. 8 2 üstü 3-ə bərabərdir. Mən dərhal tapıram bir dənəsi yaddaşda nə qədər yer tutur. Yəni 8 dənə müxtəlif simvolumun biri yaddaşda nə qədər yer tutur? 3 bit yer tutur. Deməli, A-da 3 bit yer tutacaq, N-da 3 bit yer tutacaq, digər A-da 3 bit yer tutacaq. Qısacası belə tapırıq. Simvolların sayını vururuq bir dənəsinin həcminə. Buradan da belə bir düstur yaranır. Yəni, ümumiyyətlə bunu yazsaq, 3 dənə simvol var. Bir dənəsi yaddaşda 3 bit yer tutur. Deməli, bu söz yaddaşda 9 bit yer tutacaq. Buradan yaranan düsturumuzu belə yazırıq. V bərabərdir. Simvolların sayı vurulsun bir dənəsinin həcmi. Deməli, biz hər hansısa bir mətnin həcmini tapmaq istəyiriksə, mətndə olan simvolların sayını bilməliyik və bir dənəsinin həcmini bilməliyik. Bir dənəsinin həcmini tapmaq üçün mütləq həmin deməli, əlifbanı bilməliyik ki, əlifbanın simvollarının sayını 2-nin qüvvəti şəklində yazaq və qüvvətdəki bir simvolun həcmini bildirir. Bəzən biz məsələlərimizdə avtomatlaşdırılmış, yəni hazır şəkildə olan kodlaşdırma sistemlərindən istifadə edə bilərik. İki cür kodlaşdırma sistemi var. ASCII, yəni kompüter üçün hazırlanmış kodlaşdırma sistemləridir və Unicode kodlaşdırma sistemlərini bilirik. ASCII kodlaşdırma sistemi elə bir sistemdir ki, yəni burada kodların sayı 256-dır. Maksimum, yəni 256 dənə simvola kod vermək mümkündür. Onda bir dənəsi yaddaşda nə qədər yer tutur desək, bunu 2-nin qüvvəti şəklində yazırıq, 2 üstü 8. Yəni bir dənəsi yaddaşda 8 bit yer tutacaq. Unicode kodlaşdırma sistemi isə elə bir sistemdir ki, burada 65536 sayda fərqli simvola kod vermək olur. Bu isə 2 üstü 16-nı bildirir. Yəni, demək ki, hər bir dənəsi bu qədər simvolların hər biri yaddaşda 16 bit yer tutur. Sual necə düşür bəs? Məsələn, sual düşür ki, ana sözü ASCII kodlaşdırma sistemində yazılmışdır. Bu kodlaşdırma sisteminə görə bu söz yaddaşda nə qədər yer tutacaq? Ana sözündə 3 dənə simvol var. ASCII-dən avtomatik olaraq bilməliyik ki, bir dənəsi 8 bit yer tutur. 8 bit hətta 1 bayta bərabərdir. Bunu bilirik artıq. Deməli, onda mən 3 simvol hər biri 1 bayt yer tutursa yazıram və 3 bayt olduğunu tapıram. Unicode kodlaşdırma sistemində hesablasaq bəs, hər bir simvolum 16 bit yer tutur. 16 bit 2 bayta bərabərdir. 3 simvolum varsa, vururuq 2 bayta, bu isə 6 bayt. Deməli, Unicode kod sistemində
ana sözü 6 bayt yer tutur. Eyni söz ASCII kodlaşdırma sistemində 3 bayt yer tutur. Arasında 2 dəfə fərq var. Unicode ASCII kodlaşdırma sistemindən 2 dəfə daha artıq yer tutur. Yəni bunu belə düşünürük də, belə bir kodlaşdırma sistemi var və kompüterə tətbiq olunubdur. Əgər ASCII kodlaşdırma sistemi tətbiq olunubsa, onda deməli burada maksimum kompüterdə 256 dənə fərqli simvol ola bilər. Və demək ki, hər biri yaddaşda 8 bit, yəni 1 bayt yer tutur. Yox, əgər kompüterimizdə Unicode kodlaşdırma sistemi varsa, bu zaman daha çox simvol kodlaşdırıla bilir. Yəni 65536 dənə fərqli simvol kompüterə yazıla bilir. Və bu zamanda 2 hər biri 2 16 olduğu üçün 16 bit yer tutacaq. Yəni 2 bayt yaddaşda yer tutur. Mən hər dəfə kompüterə yazı yazdıqca, hər bir simvolu daxil elədikcə, hər biri yaddaşda 2 bayt yer tutacaq. Məsələlərimizdə bəzən ASCII kod sistemində deyir, bəzən Unicode deyir, amma bəzən də sadəcə əlifba deyir. Məsələn, deyir 1024 simvolluq əlifbada yazılmış 500 simvolluq mətn var. Əlifba deyirsə, 1024 simvolluq əlifba bu böyüklüyünü nəzərdə tutubdur. 500 simvolluq mətn deyirsə, deməli onda simvollarımın sayı 500-dür. Həcmi soruşur bizdən ki, yaddaşda nə qədər yer tutur? Deməli, mən kompüterdə 500 simvolda yazaraq mətn daxil eləmişəm. Və ümumiyyətlə kompüterindəki əlifba isə 1024-dür. Mən dərhal tapıram, görün, bunun bir dənəsi yaddaşda nə qədər yer tutur? Bunu 2-nin qüvvəti şəkildə yazıram. Demək ki, bir dənəsi yaddaşda 10 bit yer tutacaq. Onda həcmin düsturu belə idi. Simvolların sayı vurulsun i. Yəni 500 dənə simvolum varsa, hər biri yaddaşda 10 bit yer tutacaq. Deməli, 5000 bit həcmə malik olur. İndi belə bir məsələlərə baxaq. Biz dedik ki, məlumatın deməli, həcmini tapmaq üçün, yəni verilmiş məlumatın yaddaşda olan həcmini tapmaq üçün V bərabərdir simvolların sayı vurulsun i düsturundan istifadə olunur. Amma bəzən bizə simvolların sayını konkret vermir, biraz uzadır. Yəni deyir, məsəl üçün buradakı kimi 256 deməli simvollu əlifbada kodlaşdırılmış bu kitabın hər bir səhifəsində 32 dənə sətir var, hər sətrində 256 dənə simvol var. Bizdən səhifənin sayını soruşur. Səhifənin sayını soruşur. Deməli, biraz uzadıbdır. Simvolların sayını konkret verməyib, simvolların sayını tapmaq üçün, deməli, səhifə neçə səhifədirsə, səhifənin sayı, vur sətrin sayı, vurulsun bir simvollar, bir sətirdə olan simvolların sayı, bu bizə ümumi simvolların sayını verəcək. Yəni, biz bunların hasilini tapanda simvolların sayını tapmış oluruq. Və bu simvolların sayını bir dənəsinin həcminə vuranda, bu bizə mətnin ümumi həcmini vermiş olur. Baxaq, bizdən səhifənin sayını soruşur. Buradan belə düstur yaranır. Yəni, bu düsturu daha dolğun şəkildə yazaq. V bərabərdir. Səhifə, vur sətir, vur simvolların sayı, vurulsun bir simvolun həcmi. Bizdən səhifəni istəyir, qalan hər bir şeyi verib. Səhifəni tapmaq üçün V-ni bölməliyik. Sətir, simvol sayı və vurulsun bir simvolun həcminə. V-ni həcm. İnformasiyanın həcmi deyirsə, bu V-dir deməli. 32 kilobayt. Ölçü vahidlərini hər zaman qeyd eləməliyik. Sətrin sayı 32-dir. Simvolların sayı 256-dır. Deyir, hər sətirdə 256 simvol var. Və bir simvolun həcmi 256 simvollu əlifba deyirsə, mənə 256 olan əlifbanın gücünü veribdir. Mən tapıram, hər biri 8 bit yer tutur. 8 bit 1 bayta bərabərdir. Deməli, onda mənim hər bir simvolum yaddaşda 1 bayt yer tutacaq. Yəni, i 1 bayta bərabərdir. Yuxarı kilobayt, aşağı bayt qəti şəkildə burada hesablama apara bilmirik. Yuxarıdakı ölçü vahidində bayta gətiririk ki, eyni olsun. Bunun üçün 2 üstü 10-a vurmalıyıq. 32-lər ixtisar gedir. 2 üstü 10-la 2 üstü 256, 2 üstü 8 verir. İxtisar gedəndə 2 üstü 2, yəni 4 qalır. Deməli, bu mətndə 4 səhifə var imiş. Belə bir məsələmiz də var. 32 simvollu əlifba ilə kodlaşdırılmış 16 simvoldan ibarət məlumat 1024 simvollu əlifbaya çevrilərsə,
Bu zaman məlumatdakı simvolların sayı necə dəyişər? Burada belə bir məntiqlə yanaşır. Yəni 32 simvollu əlifba var. Yəni böyük N 32 simvoldan ibarətdir. Və həmin mətndə 16 dənə simvol istifadə olunubdur. Mətnin içində 16 dənə simvol var. Bu mətin məlumat, yəni 1024 simvollu əlifbaya, əlifba deyir, yenə böyük N-ni görürük. 1024 simvollu əlifbaya çevrilir. Bu zaman deyir, məlumatdakı simvolların sayı necə dəyişər? Yadımızda saxlayaq ki, bir kodlaşdırma sistemindən, yəni bir əlifbadan başqa birinə çevriləndə burada məlumatların, yəni simvolların sayı dəyişmir. Cavab B variantıdır. Yəni bu simvolların sayına təsir eləmir. Həcmə təsir eləyir, bəli. Məsələn, çünki burada hər bir simvolum yaddaşda 5 bit yer tutur. Burada isə hər bir simvol yaddaşda 10 bit yer tutur. Yəni əvvəl 5 bit idi, 10 bit yer tutdu. Həcm 2 dəfə artır. Həcm 2 dəfə artır, amma simvolların sayına heç bir təsiri yoxdur. Belə bir məsələmiz var. Gücü 16 olan əlifba ilə yazılmış mətn 20 simvoldan ibarətdir. Mətnin həcmini byte ilə, ölçü baytlarına həmişə diqqətlə fikir verək, byte ilə soruşur. Gücü 16 olan əlifba. Əlifba gördüm, güc gördümsə, böyük N-ni nəzərdə tutur. 2 üstü 4 kimi yazıram və tapıram ki, hər bir dənəsi yaddaşda 4 bit yer tuturmuş. Bu mətin 20 simvoldan ibarətdir və məndən həcmi, yəni V-ni soruşur. 20 simvolum var. Hər biri 4 bit yer tutur. Deməli, ümumi olaraq 80 bit yer tutacaq. Mənə baxıram, cavablarda ümumiyyətlə byte-dan istəyir. Cavablarda 80 var, amma dərhal tələsmirəm. 80-i bölürəm 8-ə, bitdən byte-a çevirmək üçün və tapıram ki, hər biri yaddaşda 10 byte yer tuturmuş. Belə bir məsələmiz var. Arif mətin faylını ASCII-də, Murad isə eyni faylı Unicode kodlaşdırmışdır. Unicode'da kodlaşdırmışdır. ASCII kodlaşdırmasında mətn 6 KB daha az yer tutur. Bu mətndəki simvolların sayını tapın. ASCII-dəki deməli Unicode'dan 6 KB daha az yer tutur. Biz ASCII və Unicode'u belə öyrənmişdik. ASCII-də bir simvol 1 byte yer tutur. Unicode'da bir simvol 2 byte yer tutur. Deməli, bunların arasında 2 dəfə fərq var. ASCII-dən Unicode-a çevriləndə, keçəndə həcm 2 dəfə azalır. Yəni, bir simvolun həcmini düşünsək, bir dənəsinin həcmini. Bir simvol 1 byte azalacaq. 1 byte azalacaq və 1 byte qalacaq. Onda deməli, nə qədər azalıb deyirsə, ASCII-də də o qədər qalır. Yəni 6 KB daha az yer tutur deyirsə, onda deməli ASCII-dəki həcm 6 KB-dır. Yəni bunu ən rahat düşünərək bu cür tapa bilirik. Deməli onda Unicode-da bunun 2 qatıdır. 12 KB. Mətndə simvolların sayını istəyir. Ya ASCII-yə görə tapa bilərik. Artıq anladıq ki, ASCII-də yəni mətn 6 KB-dır. Unicode-da da 6 KB azalıbsa, deməli əvvəlki bunun 2 qatıymış, 12 KB-ymış. Yəni hər iki həcmə görə tapa bilərik. Məsəl üçün ASCII ilə tapsam, ASCII-dəki həcm V-ni verib 6 KB və mən bir simvolun həcmini bilirəm ki, ASCII-də 1 byte yer tutur, yəni 8 bit yer tutur. Simvolların sayını tapmaq üçün ümumi həcmi bölməliyəm i-yə. Yəni 6 kilobaytı bölməliyəm 1 byte-a. Ölçü baytlarını yazmasam səhv gedəcək. Deməli, kilobaytdan 1 kilobayt, 1 byte hər ikisini eyni ölçüyə gətirməliyik. Kilobaytı byte çevirmək üçün 2 üstü 10-a vururam və bu da 6 vurulsun 2 üstü 10, yəni 6144 eləyir. Deməli, burada 6144 dənə simvol var imiş.